Deməli belə. Şimali Amerika haqqında görək nə bilirik. Şimali Amerikanın bu günləri təkrarlayacağıq. Amerikanın geoloji quruluşu, relyefi, faydalı qazıntıları, Amerikanın iqlimi, daxili suları, sonra Amerika haqqında, bioehtiyatları haqqında, bir də təbii ki, Amerika ölkələri haqqında bəhs edəcəyik. Yəni Şimali Amerikanın tam təkrarı. Bildiyiniz kimi Amerika vaxtı ilə hansı qədim quru sahəsinin tərkib hissəsi olub? Lavrasya. Lavrasiyanın, bəli. Lavrasiyanın, Avrasiya ilə birlikdə təbii ki. O, əsasən hansı geoloji erada məhz Avrasiyadan ayrılıb? Lavrasiya nə vaxt parçalanıb? Mezozoyda. Hələ Mezozoyda. Mezozoyda artıq bunlar arasında ayrılma baş verir. Nəticə etibarilə Avrasiya ilə onun sərhədində konvergent zona formalaşır, divergent zona. Divergen. Divergentdə bildiyiniz kimi Azor və ya İslandiya kimi adalar formalaşır, hansı ki onlar geosinklinal qurşaqda yerləşir, fəal seismik ərazilərdir. Ümumiyyətlə, Orta Atlantik silsiləsi məhz Amerika tavalarının Avrasiya və Afrikadan uzaqlaşması nəticəsində yaranır. Yəni, bu tip ərazilər Atlantik Okeanının da sahəsinin genişlənməsinə səbəb olur. Çünki Amerika hansı istiqamətə doğru hərəkət edir əsasən? Qərbə meyilli, şimal-qərb istiqamətində hərəkət edir. Qərb hissədən hansı litosfer tavası ilə toxuşur? Sakit. Bəli. Sakit Okean tavası ilə toxuşma sərhədləri geosinklinal qurşaqdır. Hansı ki, burada görürsünüz ki, qırmızı xətlərlə və dairələrlə göstərilib. Dairələr zəlzələ ocaqlarını göstərir. Əsasən, daha güclü zəlzələlərin ola biləcəyi ərazilər. Bir də eyni zamanda bu zonada vulkanlar fəaliyyət göstərir. Həmin Amerikanın qərb hissəsi. Demək, Amerikanın qərbi necə ərazi oldu o zaman? Litosfer tavalarının konvergen sərhədində yerləşən bu ərazi necə ərazi oldu? Geosinklinal. Şimali Amerikanın qərbi hansı geosinklinal qurşağın tərkib hissəsinə daxildir? Antkordil. Demək, Antkordilyer, bəli. Antkordilyerin demək belə. Bu belə. Demək, Amerikanın şərq hissəsi isə gördüyünüz kimi necə ərazidir? Platforma. Bəli. Platforma ərazisi əsasən necə adlanır burada? Düzənlik ərazilər demək. Yəni, ümumiyyətlə, platformanın adı nədir? Nə platformasıdır? Yazılıb da özü Şimali Amerika platforması. Elə, məsələn, Avrasiyada necə deyildik, Sibir platforması, Çin-Koreya platforması. Burada elə birbaşa nə deyəcəyik? Şimali öz adı ilə eynidir. Şimali Amerika platforması üzərində yerləşir. Bu platformanın şərqində bir dağ silsiləsi yerləşir. Hansı ki, Appalas. O hansı geoloji erada yaranıb? Mezozoy. Mezozoy erasında Amerikanın şərqində ərazi formalaşması müşahidə olunmur. O, Amerikanın Paleozoy. Demək, Appalas dağları hansı geoloji erada formalaşdı? Paleozoya aiddir. Paleozoya. Bilirsiniz ki, o da qədim dağ olduğu üçün o qədər də çox hündür deyil. Ən yüksək zirvəsi nə qədərdir? Və hansı hündürlükdən ibarətdir? Nə qədərdir hündürlüyü? 37 metr hündürlüyə malikdir. Dediyim, əsasən şərq və mərkəz hissələr düzənliklər və platformalardan ibarətdir. Qərb hissə isə geosinklinaldır. Hansı ki, Kordilyer dağlarını əhatə edir və Kordilyer arasında müxtəlif düzənlikləri. Amerikanın şərqində hansı düzənliklər mövcuddur? Məsələn, göllər ətrafında hansı düzənlik yerləşir? Mərkəzi düzənlik. Bəli, mərkəzi düzənliklər, bax, göllər ətrafı ərazini əhatə edir. Onun cənub hissəsi hansı ovalıqdan ibarətdir? Mississippi ovalığı. Mississippi ovalığının qərbi hansı düzənlikdir? Düzənlik. Nə ovalığı? Meksika sahil ovalığı. Meksika, bəli. Bəs onun şərq hissəsi hansı ovalıqdan ibarətdir? Atlantik sahil. Atlantik yanı, bəli. Atlantik sahili, Atlantik yanı. Doğrudur. Bəs böyük düzənliklərin şimali hissəsi hansı ovalıqdan ibarətdir? Hudson. Hudson ovalığı, bəli. Demək ki, burada şərq hissədə
Labrador qalxanı, demək müqəddəs Lavrenti yüksəkliklər yerləşir. Bu ərazilər əsasən kristallik bünövrənin səthə çıxdığı ərazilərdir. Daha çox filiz ehtiyatları ilə zəngindir, elə mərkəzi düzənliklər də həmçinin. Bəs mərkəzi düzənlikləri, ümumiyyətlə ovalıqları əsasən Kordilyer dağlarından ayıran düzənlik hansı düzənlikdir? Kordilyer dağları ilə mərkəzi düzənliklər arasında hansı düzənlik yerləşir? Böyük. Böyük Böyük. düzənliklər, bəli. Onun artıq qərbində Kordilyer dağları başlayır. Kordilyer dağları neçə silsilədən ibarətdir? Neçə hissədən daha doğrusu üzr istəyirəm, neçə hissədən? Haşkat, Sierra Madre, 3 hissədən ibarət oldu. Kayalı Deməli, dağlar. Şərqi Kordilyer, Mərkəzi Kordilyer, bir də hansı Kordilyer? Qərbi Kordilyer. Qərbi Kordilyerdə hansı dağlar var? Kordilyer. Kordilyer dağı Sahil var. sıra dağları, Kaskad dağları. Meksikada ona necə dağlar deyirlər? Kayalı. Sierra Madre dağları. Sierra Madre. Meksikada Sierra Madre adlanır. Onun mərkəzi hissəsində yerləşən ərazilər hansı ərazilərdir? Kordilyerin mərkəzi. Böyük hövsə Colorado, Kolumbiya. Colorado Kolumbiya. platosu, Kolumbiya. bir də Meksika Kolumbiya. yaylası. 3 dənə yayla mərkəzdə yerləşir. Şərqdən Şərqi Kordilyer qayalı dağlarından, qərbdən sahil Kaskad dağları ilə əhatə olunur. Bəs bu Kordilyer hansı geoloji erada formalaşıb? Şərqim mənim. Ümumiyyətlə Mezozoik. Kordilyer 2 erada formalaşıb. Kordilyer həm Mezozoik, Mezozoikda, həm də ki altda. bir də altta, Kaynozoik. bəli, Kaynozoikda. Şərqi Mezozoikdur, qərbi isə Alpdır. Şərqi yox. Mərkəzi və şərq hissəsi Mezozoikdur, qərb hissəsi isə Alpdır. Hansı ki, yaylalar Meksika, Colorado və Sahil dağlardan kənarlarda eyni mənim. zamanda Sahildən kənar. qayalı dağlar, bəli, Mezozoikda yaranıb. Qərb isə sahil dağları, Kaskad dağları, demək Mezozoikda formalaşmış ərazilərdir. Demək, Kordilyer dağları bilirsiniz ki, Amerikanı tam, yəni ki, zolaq şəklində qərb hissəsini əhatə edir. Onun davamında Cənubi Amerikada yerləşir, bilirsiniz, Ant dağlarıdır. Ant dağlarından sonra bu dünyanın ən uzun ikinci dağıdır. 7000 kilometr şimaldan cənuba uzanır. Onun ən yüksək zirvəsi hansı dağdır? Denali 6190. 6190. Köhnə adı ilə McKinley'dir. Və bu Amerikanın ən yüksək zirvəsidir. Hansı ölkənin ərazisində yerləşir? ABŞ. ABŞ-ın Alyaska bölgəsində doğrudur. Bəs bu dağ mənşəyinə görə hansı dağlar qrupuna aiddir? Qırışıq dağlar. Türkiye'de. Düzdür, dağlar qırışıqdır. McKinley'ni soruşuram. Cavan. Qırışıq var. Qafqazın ən yüksək zirvəsi Elbrus dağı nə mənşəlidir? Sönmür. Qırışıq var. Vulkanik, sönmüş vulkandır. Mən. Elə Kazbek də sönmüş vulkandır. Kordilyer dağları öz tektonikdir, amma zirvələri sönmüş vulkanlardır. Bax, bu da sönmüş vulkandır. Vulkanik mənşəli. McKinley, Deniali, bəli. Deniali zirvəsi vulkanik mənşəlidir. Vulkanik mənşəli. Chimborazo'dur. Müəllim, onda qırışıq olmur da, çünki Bu dağ qırışıq kütləsi qırışıqdır, amma McKinley'nin özü, yəni Deniali zirvəsi vulkanik dağdır, vulkanik. Yaxşı. Burada ümumiyyətlə bir çox vulkanlar fəaliyyət göstərib, vaxtı ilə bəziləri sönüb, onlardan biri Denialidir. Digər, yəni ki, fəaliyyətdə olan vulkanlardan da nümunələr göstərəcəyik. Bəs Amerikanın okean səviyyəsindən ən alçaq ərazisi haradır? -86. ölüm. -86 ölüm dərəsi, bəli. Ölüm dərəsi -86 Amerikanın arasında yerləşir, Amerika Birləşmiş Ştatları. Demək belə, dağlar arasında hər tərəfdən dağlarla əhatə olunub deyə nə Atlantik, nə də Sakit Okean hava kütlələri ora daxil olamır. Dağlar çünki qarşısını kəsir. O səbəbdən əlverişsiz təbii şəraitə malik olduğu üçün buna ölüm dərəsi deyirlər. Yaxşı. Demək, Kordilyer dağları bilirsiniz ki, filiz faydalı qazıntılarla zəngindir. Əsasən, burada bir çox filiz faydalı qazıntılar, mistir, dəmir filizi və s. var. Bəs Appalas dağları hansı təbii sərvətlə əsaslandır? Daş kömür. Daş kömür. Daş kömürü, bəli. Dünyada ən zəngin daş kömürü məhz Appalas. Amerika Birləşmiş Ştatlarında Appalas dağlarında yerləşir, doğrudur. Hansı ki, şərti işarəsi də burada öz əksini tapıb. Amma Appalas dağları həm də qədim dağ olduğu üçün və filiz faydalı qazıntılar səthə yaxın olduğu üçün burada dəmir filizi ehtiyatına da rast gəlinir. Bir də göllər ətrafı filiz faydalı qazıntılarından zəngindir. Buna dəmir, qızıl, mis, bir də Kanada ərazisində nikeli misal göstərə bilərik. Nikel ehtiyatları var. Düzdür, çox da düşmür, amma nikel ehtiyatı Kanada ərazisində göstərə bilərsiniz.
Bir də Kuba ərazisi. Əsas nikel gəlsə Kuba, Kanada. KK-lar nikeldir. Kuba, Kanada. Qızıl ehtiyatı həm də Alyaska zonasında mövcuddur. Demək, filiz faydalı qazıntılardan. Qərbdə Kordilyer dağlarında da gördüyünüz kimi bir çox təbii sərvət var. Onlardan misli, qarışıq metallardır, qızıl ehtiyatlardır. Bunlar Kordilyer arasında yayılan təbii sərvətlərdir. Bəs neft ehtiyatları hansı ərazidə cəmlənir? Meksika Meksika körfəzi sahillərində, Meksikanın özündə və ABŞ-da cəmlənib. Meksika körfəzi sahilində ABŞ-ın bir neft ştatı var. Adı Texasdır. Texas ştatı. Orada bir neft kimya şəhəri var. Adı Houston adında şəhərdir. Vaxtilə o əsrin müqaviləsində Bakı ilə sıx əlaqələr qurub bizə bu sahədə müəyyən qədər belə deyək ki, biliklər ötürür də, belə deyək. Bakı ilə qardaşlaşmış şəhər adlanırdı o cəhətdən. Demək belə, Meksika körfəzi sahilləri, bir də Alyaska ərazisində neft ehtiyatlarına rast gəlmək mümkündür. Bu, Amerikanın olduğu əsasən təbii sərvətləri. Sonra, Labradorda da var idi. bəli, Labrador dəmir fizi ehtiyatı ilə zəngindir. Çünki dediyi orada kristallik bünövrə platformanın qalxan hissəsi sipərlərə rast gəlinir. O səbəbdən kristallik maqmatik suxurlar səthə çıxıb deyə dəmir filizi ehtiyatlarına rast gəlmək mümkündür. Yaxşı, bəs Amerikanın qərbində hansı fəaliyyətdə olan vulkanlara rast gəlinir? Kim şimaldan cənuba doğru sıralaya bilər? Nurlan, buyur. Amma Reynirdir, Şastadır. Tələsmə Reynir, bax burada gördüyünüz kimi Reynir vulkanı ulduz işarəsi ilə işarələnir. Sonra Şastanı dedin. Bəli, buradadır. Sonra? Burada mənim ardıcıl yoxsa bildiyim kimi. Elə deyə bilərsən, eyb yoxdur. Mənim Momotombo'da, Popocatépetl, Momotombo cənubda Nikaragua ərazisindədir. Sonra? Orizaba'dır, Toxumulco'dur. Coloma var idi. Kolima'da bir də. Kolima, bir də Popocatépetl. Onu dedim mən. Bir də Kolima, Momotombo. Popocatépetl, Orizaba, Toxumulco, Toxumulco, bir də Momotombo. Belə, Reynir, Şasta, Kolima, Popocatépetl, Orizaba, Toxumulco, Momotombo vulkanları. Demək, Ən yuxarıda Katmai Martin var idi. arasında Sampele vulkanı var. Necə? Ən yuxarıda Katmai vulkanı var idi. Ehtiyac yoxdur ama o düşər. Eşəlmiş vulkan deyəsən. Bəli, sonra başqa vulkan da var Amerikada. Ümumiyyətlə Amerikanın əsas, yəni vulkan çoxdur Amerikada. Bir dənə də yatmış vulkanı var Yellowstone adında. Deyir, dünya püskürsə dünyada ən nəhəng vulkan olacaq. Çünki onun ocağı həddindən artıq böyükdür. Burada bilirsiniz ki, belə tektonik proseslərin fəal olması Amerikada geyzerlərin əsasən fəaliyyətinə səbəb olur. O səbəbdən Amerikanın qərbində geotermal demək su ehtiyatlarına, yəni belə deyək, istifadəsi mümkün daha doğrusu. Rast gəlinir də, yəni geotermal ehtiyatlara rast gəlinir və istifadə olunur, belə deyək. Bu, Amerikanın əsasən geoloji quruluşu müəyyən qədər faydalı qazıntılar idi və Amerikanın formalaşmasında daha çox daxili qüvvələrin təsirini qeyd elədi. İndi isə eksogen qüvvələri qeyd eləyək. Eksogen qüvvələr əsasən Amerikada həm çaylar görürsünüz, ovalıqlar yaradır, Mississippi və digər dəniz sahili ərazilərdə abrazion çöküntülər və s. Bəs Amerikada niyə çoxlu göllər və sahildə kəskin parçalanmış ensiz körfəzlər və s. və yaxud çoxlu adalar, arxipelag mövcuddur? Bunun səbəbi nədir? Əsasən şimalda bəli, sahilin kəskin parçalanması buzlaşma ilə əlaqədardır. Bu səbəbdən burada çoxlu göl çuxurları və yastı təpələr, morenlər mövcuddur. Yəni Amerikada şimalda sahilin parçalanması, arxipelaqların formalaşması, ondan sonra yastı təpələr və göl çuxurlarının olması məhz buzlaşma ilə əlaqələndirilir ki, burada Kanada ərazisində 60%-ə qədər göl mövcuddur ki, o məhz dünyada bu səbəbdən göllər ölkəsi adlandırılır. Orada yerləşən əsas göllərdən biri hansı göldür? Böyük Ay gölüdür. Böyük Ay gölü hissə test topusunda düşmüşdü, xatırlayırsınızsa, ya da qəbul testində idi. O, qütb dairəsi tərəfindən kəsildiyinə görə iki işıqlanma qurşağında yerləşir. Mülayim qütb. Cənubda Böyük Kölə gölü var. Böyük Kölə gölündən Şimal Buzlu okeana tökülən ən böyük çay başlayır. Mackenzie çayıdır, bəli. Sonra digər göllər, Winnipeg, Athabasca kimi göllər, deməli, Şimali Amerikada mövcud olan demək ki, göllərdir, hansı ki, onlar buzlaq mənşəlidir.
Bəs burada 5 dənə göl var idi. Onlar Yuxarı Michigan, Huron, Erie, Erie, Ontario. Onlar nə mənşəli idi? Onlar mənim Həm evim. buzlaqları iştirak edir, həm də tektonik proseslər. Tektonik buzlar Biraz soğuk, mənşəli ha. göllər idi. Bu göllərdən hansı yalnız Amerika Michigan, Birləşmiş Ştatlarında Michigan, Michigan. bəli, qalanları isə Kanada, ABŞ sərhədindədir. Sərhəddən. Bu göllərdən hansından Niagara çayı başlayır və üzərində məşhur Niagara şəlaləsindən tutur. Niagara, Huron. Huron gölünü Ontario. Huron yox, Ontario. Yox, heç Ontario'da deyil. Burada Erie. Erie gölündən başlayaraq Erie'dən Ontario Ontario. gölünə bir çay tökülür. Erie'dən Ontario və bu Erie gölündən Ontario gölünə. Bəs Ontario'dan başlayan çay hansı çaydır ki, bu gölləri oxuyana bilir? Laurenti çayı. Müqəddəs Lavrent. Müqəddəs Lavrent, Müqəddəs Lavrent körfəzi. Deməli, bu göllər onda Göllərdən ən kiçik hansıdır? necə? Göllərdən ən kiçik hansıdır? Erie olmalıdır. Demək, bu göllər içərisində Ontario deməli bunları okeana birləşdirən çayın başladığı göldür. Bu göllər içərisində, yəni hamısı axarlıdır, yəni heç birisi qapalı hövzəsi deyil, bir-birlə əlaqəlidirlər və Atlantik okeanı hövzəsinə aiddirlər. Demək belə, bunlar içərisində ən böyüyü, bunu yadınızda saxlayın, əsas yuxarı göldür. Sahəsi 82.000 kvadratdır və şirin sulu göllər içərisində dünyanın ən böyük şirin sulu gölüdür. Digər ölçülər o qədər də önəmli deyil. Əsas yuxarı gölün ölçüsünü yadınızda saxlayın. Çünki o verilibdir və onun haqqında düşə bilər ki, dünyanın ən böyük şirin sulu gölü və yaxud məsələn onun haqqında nəsə bir situasiyada və s. ifadə ola bilər, onu yadınızda saxlayın. Çünki dünyanın ən böyük gölü Xəzərdir, amma bu şirin sulu göllər içərisində ən böyüsüdür. Demək, belə. Bir də Amerikanın qərbində bir qalıq mənşəli dağlar arasında göl var. O hansı göldür? Böyük Duzlu. Böyük Duzlu göl, bəli. O relikt mənşəli göldür. Cənubda demək, Nikaragua ərazisində elə eyni adlı göl var. Tektonik mənşəli göldür. Bunlar əsas göllər idi. Çayları da qeyd eləmişdik, xatırlayırsınızsa. Əsasən hansı okeana aid idi? Sakit. Atlantik. Atlantik. Səbəbi nə idi? Bu çünki qərbdən mənim Kordiya dağlarının Qərbdən Kardinal. əhatələnir. Doğrudur. Əsasən Kordiya qabanı kəsilir. dağlarla əhatələndiyi çaylar əsasən şərq istiqamətlə Atlantika axır. Onun ən böyük çay hansı idi? Ən uzun və ən bol su çayı. Nə ilə qidalanır Mississippi? Qar Yağış. mənbələrində elə Volqa kimi, Kür kimi qar, yağış Yağış da ola bilər, qar da ola bilər. Bəli. Yeraltı sular bunlar. Qarışıqdır. Əsasən yaz aylarında bol su 3 olur. dənə qolu var idi mənim. Ohio, Hansı iqlim qurşaqlarından keçir? Mülayim subtropik. mülayim subtropik. Əsasən hansı mənbəyi hansı göldən başlayırdı? İtaska, İtaska gölündən. Mənsəbi bəs hansı su? Meksika körfəzi. Neçə ölkənin arasından axırdı bu? 2. Bir də. Yox, bir yalnız ABŞ yalnız. Böyük Yalnız- çaylardan bəzi istisna çaylar var ki, onlar bir ölkədən axır. Biri də Mississippi çayıdır. Şimali Yalnız Amerikadan üzün. Onun Appalas dağlarından başlayan bir qolu var idi. Appalachian, Ohio, Ohio, Kardiniyerdən isə Missouri, Arkansas. Arkansas qolları idi, bəli. Belə, müxtəlif məqsədlə istifadə olunan çaydır bu. Demək, aşağı axarda suvarmada istifadə olunur. Bəs ona paralel istiqamətdə, cənub istiqamətində axan və Meksika körfəzinə tökülən ABŞ Rio Grande. bəli. Bəs Atlantika okeanına aid olan digər məşhur çay hansı çaydır? Lavrenti. Lavrent Müqəddəs çayıdır. Bəli, Lavrent, Ontario Müqəddəs Lavrent. gölündən başlayır, tökülür hara? Elə öz adından deyib, Müqəddəs Lavrent körfəzi. Körfəzinə tökülür. Estuarili çaydır, deltalar. Estuary, Estuari. Yaxşı, estuari. Şimal Buzlu okeana aid olan çaylar Mackenzie idi, Mackenzie, Nelson və Churchill çaylarıdır. Demək, bunlar Churchill, tökülür. Nelsonla Churchill tökülür Hudson Hudson. körfəzinə. Bəli. Şimal buz yaşa. Mackenzie. Bir də Yukon çayı var idi, o da sakit okean. İndi Sakit okeana aid olan çaylar. Sakit okeana aid olan çaylar əslən qərb istiqamətində axan çaylardır. Onlardan biri digər, yəni Şimal Buzlu okean çaylarına bənzəyir. Adının mənası Yukon. böyük çay deməkdir. Bəli, yerli xalq dilində
Yukon donur, o da Şimal Buzlu Okean çayları kimi. Digər məşhur çaylar isə demək Kanada Kolumbiya. arasından başlayıb Amerika arasında, ABŞ-da Sakit Okeana tökülən Kolumbiya. Kolumbiya çayının demək üzərində bir su anbarı var idi. Adı nə idi onun? Kaskad ses var idi. Grand Coulee adında su elektrik stansiyası məşhur idi. Amma ümumiyyətlə bu iki çayın üzərində də həm Kolumbiya, həm də Colorado çaylarının üzərində bəli, artıq su elektrik stansiyaları olduğu üçün bu çaylara necə çaylar deyirlər? Kaskadlı. Kaskadlı Kaskad. çaylar deyirlər, bəli. Bəs Kolumbiya hansı ölkədən başlayır? Colorado üzrlü sayın. Colorado mən ABŞ-dan başlayır, Meksikadan. Kaliforniya körfəzinə tökülür, bəli. Bunların dərəsində dərin kanyon yaranması hər ikisinin dərəsində səbəbi nə ilə bağlı idi? Meyliliyi çoxdur. Və axdığı ərazilərdə suxurlar nisbətən tez yuyulan yumşaq əhəng daşı suxurlarından ibarətdir. Ona görə dünyanın ən dərin kanyonu məhz Colorado çayı üzərində Böyük Kanyon adlanan Colorado kanyondur. Adı Böyük Kanyondur. Demək bunlar. Bu çaylar idi. Qərb hissədə axan çaylardan nə məqsədlə istifadə olunur? Sakit Okean hövzəsindən. Enerji alma. Enerji, bəli. Hidroenerji məqsədilə. Çünki suvarma dağlarda mümkün deyil. Bir də gəmçilikdə mümkün olmadığına görə əsasən enerji məqsədilə istifadə olunur. Ən az istifadə olunan Şimal Buzlu Okeana aid olan çaylar da müvəqqəti olaraq istifadə olunurlar. Demək, daxili sularında qeyd elədik. Əsasən, bir də indi Amerikanın iqlimi ilə bağlı olan məsələyə baxaq. Amerika bilirsiniz ki, ekvatora yaxın məsafədən başlasa da ekvatordan başlanır, düzdürmü? Ekvatordan başlamadığına görə Avrasiyanın ən cənub hissəsi 1 dərəcə şimaldan başlayır. Yay yarımı. Və buradan. Yay burnu. 1 dərəcədən Malakka yarımadasının cənubundan, Pi burnundan başlar ekvatordan. Avrasiya ekvatora düşür, amma Şimali Amerika ekvatora düşmür. Fikir verirsinizsə, o Cənubi Amerikada ekvatorial iqlim yayılsa da, Şimali Amerikanın ən cənub ucqar nöqtəsi hansı iqlim qurşağından başlayır? Subekvatorial. Subekvatorialdan. Amerikanın cənub ucqar nöqtəsi yeri gəlmişkən hansı ərazidir? Mariato. Mariato. Panama Hansı ərazisində. təbii zonada Panama. yerləşirdi? Şey, Dəyişkən rütubətli meşələrdir, bəli. Demək, 7 dərəcə şimaldan 12 dərəcə şimala qədər əsasən daha çox demək subekvatorialdır. Ondan sonra hansı iqlim qurşağı gəlir? Yəni bu hissədən sonra tropik. Tropik. demək az miqdarı bəli. Sonra tropik iqlim gəlir. Tropik iqlim əsasən Florida yarımadasının cənub hissəsini, Kaliforniyada bir də Meksika körfəzi hissəsi. Meksika ərazisinin körfəzinə əhatə edir, bəli. Demək, bu ərazi əsasən iki hissəyə bölünür. Onun qərb hissəsindən soyuq Kaliforniya cəryanı keçir. Tropik səhra, Bəli. tropik dəniz. Şərq hissəsindən isə isti Antil cəryanı təsir edir. Tropik dəniz Tropik dəniz olur. şəraiti formalaşıb. Deməli, Kuba adasıdır, burada Haiti və s. tropik dənizdə və yaxud burada Yamaykada deyirəm. Yutlandiya yarımadası və Yamayka adası tropik dənizdə yerləşir. Florida da orada yerləşir amma Floridada bəli. Floridanın cənub hissəsi tropikə düşür, şimal hissəsi isə mülayimə. iqlim qurşağındadır. Yox, subtropik. Demək, iki tip mövcud oldu. İndi gəldik subtropik iqlim qurşağı. Subtropik iqlim qurşağı Avrasiyada olduğu kimi tam zolağa əmələ gətirir və nisbətən geniş ərazini əhatə edir. Avrasiyada olduğu kimi burada da subtropikin neçə tipi mövcuddur? 3. Üç tipi. Onun qərb hissəsi hansı iqlim tipində? Aralıq dəniz. Aralıq dənizi, bəli. Codyarpaq, həmişəyaşıl meşə və kolluqların sitrus meyvəsinin inkişaf etdiyi zonadır. Mərkəzi hissəsi hansıdır? Subtropik, kontinental, Kontinental. Şərq hissəsi musson. Musson da Avrasiya kimi. Amma Avrasiyada musson həm də mülayimdə yayılsa da O da Şimali yoxdur. Amerikada mövcud deyil. Bir dənə istisna mülayimdə fərq odur ki, Şimali Amerikanın şərqi musson iqlim tipinə malik deyil. İndi keçək mülayimə. Mülayim bilirsiniz, cənub hissədə suya düşsə də şimalda geniş ərazini əhatə edir. Həm də Amerika ərazisində, eyni zamanda Avrasiyada da var idi. Burada da mülayimin əsasən müxtəlif tipləri var. Ancaq dediyim mussonu yoxdur. Onun qərbində isti Alyaska cəryanının təsirinə məruz qalan bölgələri Avropa kimi hansı iqlim tipində? Mülayim dəniz. Mülayim dəniz. Mərkəzi hissələri Mülayim kontinental. getdikcə bəli, müəyyən qədər mülayim kontinentallaşır. Necə Avropada
sahildən uzaqlaşdısa mülayim dənizdən sonra mülayim kontinental gəlir. Sonra mərkəzi hissə nə olur? Kəskin kontinental. Kəskin kontinental və nəhayət şərq hissəsi yenidən Avropanın qərbində olduğu kimi Amerikanın şərq hissəsi Mülayim dəniz. onun əvəzinə mülayim, bəli, dəniz iqlim tipinə malik olur. Mülayim, deməli mülayim dəniz. Necə ki, baxın Avrasiyada da belədir. Avrasiyanın ucqar qərb nöqtəsi, qərb hissəsi mülayim dənizdədir. Eyni zamanda ucqar şərq qurtaracağı Kamçatka yarımadası da gedib mülayim dənizə çıxır. Mülayim dəniz. Mussonda var söz yox. Onun şimal hissəsində Kamçatka özü mülayim dənizdə yerləşir. Belə. Sonra demək daha şimal hissə subarktikdir təbii ki, geniş ərazini əhatə edir. Burada Hudson körfəzidir, Labrador yarımadasıdır. Ümumiyyətlə Amerikada Alyaska bölgəsinin geniş miqyaslı əraziləri subarktikə düşür. Amerikanın ucqar şərq və qərb nöqtələri hansılar idi? Rəqs insanızdır. Hər ikisi hansı iqlim qurşağı daxilindədir? Subarktik. Subarktik təbii zona olaraq isə tundradır. Təbii zona olaraq tundra, iqlim olaraq bəli subarktikdədir. Nəhayət gəldik şimal ucqar hissəsi düşür hara? Adalarla birlikdə Arktikə. Gördüyünüz kimi Grenlandiyanın bir hissəsi də subarktikdədir. Demək, Mertson burnu bəli Butya yarımadasında yerləşir. Həmin ərazidə demək uyğun gəlir hara? Demək, Arktik iqlimə və ümumiyyətlə adalar Bunda və Avrasiya Kanadın oxşarı var. şimalı. Eyni zamanda Alyaskanın şimalı düşür Arktik iqlimə. Bu əsas iqlim qurşağıdır. Bəli. Şimal Amerikanın Avrasiyaya oxşarlığı buydu həmən şeyim. Elə bir ki, həm Saint Charles, həm Mertson Kanada yerləşir. Oradan da Seliskünə Dejinlə Rusiya arasında. İki ucqar nöqtəsi eyni ölçü. Rusiya ilə Kanadanın oxşayacaqı odur ki, materiklərin iki ucqar nöqtəsi arasındadır. Hər ikisində şimaldakı Arktikdə, şərqdəki isə subarktik iqlim qurşağında yerləşir. Amerika materiki özü neçə yarım kürədədir? Yox. Dünyada iki materik iki yarım kürədədir. Bunlar hansılar idi? Avstraliyanın şimalı. Çünki Şimali Amerikanın nə Qrinviç meridianı kəsmir, Nə də ekvatorial. nə ekvator kəsmir. Bir dənə də mühüm var. O da dünyanı şərqə və qərbə bölür. 180 dərəcəlik meridian. 80 dərəcəli meridian. Əsas hissəsini kəsmir, bəli. O səbəbdən 180 dərəcəli meridian da kəsmədiyinə görə, ekvator və Qrinviç kəsmədiyinə görə şimal və qərbdə yerləşir. Şimal və qərbdədir. Bəs onun tam əksi olan iki yarım kürədə yerləşən və yerləşdiyi yarım kürələr tam bir-birinin əksinə olan materik hansıdır? Avstraliyadır təbii ki. Cənub-şərq. O da cənub-şərqdə yerləşir. Yəni Şimali Amerika materikinin üzərində olan bütün ərazilər iki yarım kürədə şimal-qərbdədir. Ancaq bəzi adalar ola bilər ki, o getsin, digər yarım kürəyə keçsin. Yəni burada elə Aleut adalarda olar. Hansı ki, Aleut adalarını 180 dərəcəli meridian kəsir. Amma bu materikin özünü kəsmədiyinə görə materik üç yarım kürədə yerləşir. Bəs Şimali Amerika materiki özü neçə işıqlanma qurşağındadır? 3. Tropik xətti kəsir. Bəli, şimal tropikdə yerləşir. Şimal mülayimdə yerləşir. Bir də şimal qütb dairəsi kəsir. Şimal qütbünə düşür. Bəli, 3 işıqlanma qurşağındadır. Bəs Amerika Birləşmiş Ştatları öz neçə işıqlanma qurşağındadır? 3'dür. Hansılar da? Tropik mülayim. Tropikdir. O subtropik iqlimdir. Alyaska'nı Kəsir. Tropik mülayim qütb. qütbə düşür, bir də mülayimə düşür. Axı ABŞ-ın cənub hissəsini tropik xətti kəsmir. Necə olur ki, Amerika 3 işıqlanmaya düşür? Deməli, mülayimdir, bir də gördük qütb. Amma ABŞ-ın bir hissəsi həm də tropikə düşür. Hansı ərazidir? Miami. Hansı? Miami. Haiti adaları. Havay adaları. Haiti yox, Havay. Sahil silsilələri. Havay adaları düşür. Haiti Amerikaya aid deyil. Havay adaları demək onlara Amerika Birləşmiş Ştatlarının tropik ərazisində. Yox, o Florida yarımadasını qeyd edirsiniz. Əsas Havay adaları hissəsi düşür. Çünki sizin dediyiniz o Florida yarımadasını tropik xətti kəsmir. Mülayimə düşür. Tropik iqlimə düşə bilər. Tropik iqlimdən söhbət getmir. İşıqlanma qurşağını soruşuram. Demək belə. Bu iqlimlə bağlı. İndi onun
bioehtiyatları, yəni təbii zonalar haqqında. Mən doldurmuşam xəritəni. Ha, tapdım. Təbii zonalar xəritəsindən sağ görək hansı təbii zonalara malikdir Şimali Amerika. Görürsünüz də hazırda xəritəm, düzdür? Demək, Şimali Amerikanın cənub hissəsi dedik hansı təbii zona ilə əhatələnib? Dəyişkən rütubət. Bəli, dəyişkən rütubətli meşələr. O səbəbdən cənubda demək Panama ərazisi məhz Mariato burnunun dəyişkən rütubətli meşələrə düşür. Sonra isə əsasən savanna və seyrək meşələr var həmçinin. Burada çəhrai rənglər dağlıq hissələrdir, bunlar heç. Və şimala getdikcə, tropika getdikcə, tropikin qərb hissəsindən soyuq Kaliforniya cəryanı keçdiyinə görə səhralar formalaşır bu ərazilərdə. Şimali Amerikanın ən böyük səhrası Mojave səhrası sayılır. Yeni dünyanın ən böyük səhrası Mojave adlanır. Demək, bu ərazidən, yəni görürsünüz ki, əraziyə baxanda digər materiklərdə daha çox təbii zonalar paralel istiqamətində, yəni enlik qanuna uyğunluğuna tabedir. Ancaq bunda təbii zonalar biraz meridianal istiqamətdədir, uzunluq qanuna uyğunluğuna tabedir. Şimal, yəni arktik, subarktik zonada yerləşən tundra və tayqa istisna olmaqla. Demək, bunun səbəbi onun şərqdə Atlantikin təsirinə məruz qalması ki, Atlantikdən uzaqlaşdıqca quraq iqlimin formalaşması, yağıntının azalması təbii zonaların bir-birini əvəz etməsinə səbəb olur. Dedik, cənubda dəyişkən rütubətli meşələr, savanna və seyrək meşələr zonası, sonra səhra və yarım səhra zonası, sonra isə şərqdən qərbə doğru getsək, gördüyünüz kimi dəyişkən rütubətli meşələr zonası, bax bu hissə, mavi rəngdə olan hissə, bax, burada öz əksini tapıb. O cümlədən musson meşələri. Sonra isə enliyarpaq meşələr və qarışıq meşələr gəlir. Onların qərbində bu sarı rəng hansı təbii zonadır? Amerika-Kanada ərazisini əhatə edir. Çöl zonası. Çöl zonası Şimali Amerikada necə adlanırdı? Torpaq Cənubda tipi necəydi? Pampa. Qara. Pampa cənubda. Qara torpaqlar, bəli. Cənubda Pampa deməm. Cənubda Pampadır, o qırmızı qara bu ərazi Laplato balını əhatə edir. Demək, yenə dağlıq hissələr və dağlar arasında yarım səhralar gəlir. Sonra isə qərbə doğru getdikcə 40 dərəcə şimal enliyi ətrafında olan ərazilər, qərb hissədə hansı təbii zona ilə əhatə olunur? Tayqa. Yox. Zodiyarpaqlı həmişə yaşılı meşə 40 olub. dərəcə enlikdə Aralıq dənizi zodiyarpaq meşə və çolluqlardır. Demək belə, sonra gəldi şimalda tayqa zonası. Tayqa iynəyarpaqlı meşələr zonası hesab olunur. Ondan sonra gəlir tundra zonası. Gördüyünüz kimi tundra meşə, tundra zonasının rəng tonu. Sonra isə gəlir qütb ətrafı ərazilər, yəni arktik ərazilər, hansı ki bu tünd yaşılla ifadə olunub. Daimi buzlaqlar və s. var. Belə. Və salam. Demək, bu Amerikanın əsasən oldu təbii zonaları. İndi onun şimal hissəsinə baxsaq, şimal hissəsinə, bu hissədə dedik, Butya yarımadası hansı təbii zonada yerləşir? Butya. Bax, bu hissə. Arktik iqlimdə. Arktikdədir, bəli, arktik səhralarda. Şərqdə yerləşən St. Charles burnu Kanada ərazisində gördüyünüz kimi hansı iqlim və təbii zonadadır? Subarktik. Tundra. Tundrada subarktik iqlimdə, bəli. Eyni ilə qərb hissəsində bu sol tərəfdən sağdan da doğrusu baxa bilərik. O da Alyaska ABŞ ərazisində uyğun gəlir. Demək, subarktik tundra zonasına. Yaxşı, bu hissə oldu Amerikanın təbii zonaları. Daxili suların qeyd elədik. İqlimin, torpaq bitki örtüyünü müəyyən qədər qeyd elədik. Sonra indi isə keçək Amerika ölkələrinə.
İndi kontur xəritə görürsünüz, düzdür? Bəli. Aha. Ə, İndi mən işarə eləyəcəm, siz həmin əraziləri mənə qeyd eləyəyin zəhmət olmasa. Bu ərazi hansı ərazidir? ABŞ, Alyaska. Alyaska ABŞ. bölgəsi doğrudur. Bu hissə Kanada sərhədi. Kanada sərhəddi, bəli. Demək, bu Kanada ərazisi. Demək, Kanada gördüyünüz kimi əsasən materik ölkəsidir. Düzdür, onda çoxlu adalar olsa da o arxipelaq ölkəsi hesab olunmur. Yəni, Kanada Arktik arxipelağının ərazisində yerləşsə də o özü əsas hissəsi materikin üzərindədir. Ona görə yəni adalar ölkəsi sayılmır da, arxipelaq ölkəsi sayılmır. Kanada ölçüsünə görə dünyada neçənci ölkədir? İkinci. İkincidir. Əhalisi isə həddindən artıq özünə görə azdır. Dünyanın ən seyrək məskunlaşmış ölkələrindən biridir. Təxminən 36 milyona yaxın əhalisi var. Demək, burada yerləşən Qrenlandiya ərazisi hansı ölkəyə məxsusdur? Danimarka. Danimarka krallığına əsasən biz məxsus götürürük dərsliklərimizdə. Belə. Sonra, demək, Amerikanı Avrasiyadan hansı boğaz ayırır? Bering. Bering boğazı. Təbii ki, Amerika ilə hansı ölkələri ayırır bəs bu Bering boğazı həmçinin? Rusiya ilə Amerika. Rusiya ilə Amerika Birləşmiş Ştatları doğrudur. Amerika Birləşmiş Ştatlarının ərazisi burada oldu Alyaska hissəsi, burada Aleut adaları. Sonra gəldik digər tərəfdən əsas hissə, hansı ki demək bu hissədir. Bir də Havay adaları var, tropik enlikdə yerləşən. Onlarla birlikdə Amerika 3 əsas hissədən ibarətdir. Demək, 16.000 kvadrat təxminən Havay adalardır. 1,6 milyon kvadratdan çox ərazi Alyaska ərazisi, qalan hissəsi isə Amerika Birləşmiş Ştatlarının öz ərazisində. Təxminən ərazisi 9,4 milyon kvadrat sahəyə malikdir ümumilikdə. Ki, Amerika gördüyünüz kimi bu da materik ölkəsidir. Yəni, əsas materik hissəsi materikdə yerləşir. Ərazidə 50 dənə ştat var, müxtəlif hissələrə bölünüb. Sonra da vahid şəkildə idarə olunur hal-hazırda, belə deyək. Yəni, federal şəkildə idarə olunur. İndi keçək digər bir ölkəyə. Meksika. Meksika, təbii ki, Kaliforniya yarımadası və Kaliforniya ştatı, daha doğrusu üzülürsən, körfəzi. Bir də burada Yucatan yarımadasının əsas hissəsi məhz Meksikaya düşür. Bir də əsas ərazidə yerləşir burada gördüyünüz kimi. Sonra ondan cənubda gələn digər ölkələr. Bax, bu kiçik ölkə hansı ölkədir? Nikaragua'da. Yox, Nikaragua aşağıdadır. Bu ölkə hansı ölkədir? Hondurası. Belizdir, bəli, Beliz. Bəs bu digər dediyin ölkə hansıdır? Hondurasdır. Bəli, Honduras. Bəs bu haradır bəs? Türlü sayın. Honduras buradaydı. Yanlışlıqla qeyd edelim. Bu Guatemala idi. Guatemala. Bu Guatemala. Honduras burada. Bəs bu hansı ölkədir? Hansı müəllim? Nikaragua. O Nikaragua idi, bəli. Sonra, bəs bu hansı ölkədir? Costa Rica. Costa Rica. Bu hansı ölkədir? Panama. Panama. Panama digər ölkələrdən hansı özəlliyinə görə fərqlənir? İki materikdə yerləşir. Bəli, iki materikdə yerləşir. Onu əsasən hansı obyekt iki hissəyə ayırır? Panama boğazı. Panama boğazı yox, kanalı. Çünki orada Kanal. təbii boğaz yox. Bəs bu kiçik ölkə hansı ölkədir? Salvador. Salvador. Gəlin onların paytaxtlarını qeyd edək, görə yadımızda qalıb. Kanadanın paytaxtı haraydı? Ottawa. Ottawa. ABŞ-ın paytaxtı? Washington. ABŞ-ın əsas güc mərkəzi hansı şəhərdir? New York. York. New Yorkdur, bəli. Bəs Meksikanın paytaxtı haradır? Mexico. Mexico dünyada vaxtı ilə ən böyük aglomerasiya idi. Sonradan hansı şəhər Mexico'nu keçdi? Tokyo. Tampico. Tokyo. Bəli. Belizin paytaxtı haradır?
Belmopan. Belmopan. Bəs burada Gvatemala'nın paytaxtı haradır? Belövçü. Guatemala. Eyni adlıdır, bəli. Sonra Salvadorun paytaxtı haradır? O da San San Salvador. Salvador. San Jose. Yox, San Jose deyil, San Salvadordur. Bəs Hondurasın paytaxtı? Tegucigalpa. Düzdür, Tegucigalpa. Bəs bu digər Nikaraguanın paytaxtı? Managua. Düzdür. Bax, indi gəldik Costa Rica'nın paytaxtına. San Jose'dir. Düzdür. Bəli. Bəs Panamanın paytaxtı? Panama. Tamam. Yine Panama'da. Bunlar Amerikanın əsas hissəsində yerləşən ölkələr idi. Meksika və ondan cənubda qalan ölkələr Cənubi Amerika ilə birlikdə hansı regiona daxildilər? Latın Amerikası. Düzdür, Latın Amerikası. Bunlar Mərkəzi Amerika ölkələri sayılır həmçinin. Mərkəzi Amerika deyəndə bilinci bu ölkələrdən söhbət gedir. Adada yerləşən ölkələr West Ind ölkələrdir. Onlar içərisində ən böyük ölkə hansıdır? Kuba. Kuba. Paytaxtı haradır? Havana. Aldım. Havana. Sonra Kubanın şərqində bir ada var ki, orada iki dövlət yerləşir. Haiti, Dominik. Dominik. Bəli. Haitinin paytaxtı haradır? Port-au-Prince. Bəs Dominikanın paytaxtı? Santo Domingo. Santo Domingo, Domingo. bəli. Onların cənubunda Yamayka adında bir ölkə yerləşir. Onun paytaxtı haradır? Hindistan. Hindistan yerləşir, doğru. Demək, qalanları kiçik ölkələrdir. Onlar o qədər də, yəni testlərə də düşən ölkələr deyil. Ona görə onlara ehtiyac yoxdur. Bəli. Bunlardan hansı federativ ölkələrdir? ABŞ Federasiyası. Abı. ABŞ, Kanada. Bəli, federativdir. Meksika Meksika. ola bilər. Federativdir. Kanada. Amerikasından da Meksika. Federativ. Bir də Meksikadır hansı bir də. oldu? Meksika. Meksika. Bəli, Meksika. Ümumiyyətlə ABŞ Amerika qitəsində 6 böyük ölkə federativdir. Bəli, Braziliya, Venezuela, Argentina. Argentina cənubda. Burada bir dənə kiçik dövlət var ada ölkələri içərisində. Saint Kitts və Nevis. O da Nevis. əslində federativ ölkədir, bəli. Demək, ümumilikdə bunlar oldu necə ölkələr? Federativ ölkələr. Demək, belə. Bəs bunlardan hansı inkişaf eləmiş ölkələrdir? ABŞ, Kanada. ABŞ, Kanada. Kanada. İki dənə inkişaf eləmiş ölkə var. Bəs bu inkişaf eləmiş ölkələr, inkişaf etmiş ölkələr içərisində hansı kateqoriyaya aiddir, hansı qrupa daxildir? Böyük yeddilik. Böyük yeddiliyə. Bəs Kanadanı həmçinin başqa hansı qrupa daxil etmək olar? Yenidən Bəli, kapitalist köçürmə köçürmə kapitalizm. Kapitalizm, İngiltərə Yeni Zellandiya. müstəmləkəsi altında olub. Məhz oradan bura köçürülmüş kapitalın hesabına, pulun və yaxud texnik Kanadadır. hesabına inkişaf edən ölkələrdən biri də Kanadadır. Kanadadır. Kanadadan başqa hansı köçürmə kapitalist ölkələri tanıyır? Avstraliya. Yeni Zelandiyadır. Kanada, Yeni Zelandiya, Avstraliya. Avstraliya, Cənubi Sonra- Afrika Respublikası. bir də hansı idi? İsrail. İsrail olmalı. İsrail. Bir dənə bu İsrail müstəmləkə olmayıb, qalanları müstəmləkə edir. Çünki İsrail müstəqil olandan sonra elə müstəqil bir dövlət kimi də fəaliyyət göstərib. Bəs böyük yeddilər qrupunda Kanada ilə yanaşan ölkələr var idi. Böyük Britaniya, Fransa'da, Almanya, İtalya'da, ABŞ. Demək, Almanya'da. Amerika Birləşmiş Ştatları, Fransa Kanada. dediniz, Fransa, İtalya, İtalya, Almanya, Almanya, Japonya. Böyük Britaniya, Japonya. Böyük Britaniya, bir də Yaponiya. Fransanın təşəbbüsü ilə yaradılıb bu, Yaponiya. Deməli, 4-ü Avropada yerləşdi, ikisi Amerikada, biri isə Şərqli Asiyada. Bunlardan hansının yaranması ilə dünyada ikinci iqtisadi güc mərkəzi yaranıbdır? Yəni hansının inkişafı? ABŞ, ABŞ-ın. Və çox mərkəzli iqtisadi inkişaf regionlarının yaranması hansı ölkənin iqtisadi inkişafı ilə Böyük əlaqədir? Britanya, Yaponiya. Çünki o dövrə qədər ilk öncə Avropa inkişaf eləmişdi, Qərbi Avropa. Sonra ABŞ inkişaf elədi, dünyada ikinci inkişaf etmiş region formalaşdı. Yaponiyanın inkişafı ilə dünyada çox mərkəzli iqtisadi inkişaf regionu meydana gəlmiş oldu. Belə deyək.
Demək, Amerikada yerləşən ölkələr yerləşdi neçə yarımkürədə əsas hissəsi? Əsas hissələri iki yarımkürədə. Niyə görə? Çünki Amerika materiki özü iki yarımkürədə yerləşir. Yalnız ABŞ-ın bir adalar olan hissəsi düşür. Demək, Alyaska, Alyaska. qərbə düşür, şərqə düşür. Yəni 180-dən qərbə düşür. Sol tərəfə düşür. Ona görə 180-in qərbi, 180 dərəcəli median qərbi şərq yarımkürəsidir. Yaxşı, bu onun olduğu ölkələri. Bilirsiniz ki, Amerika ərazisi, yəni belə deyək ki, fərqli ölkələrdən ibarət olduğuna görə bunlarda əsasən ölkələrin iqtisadi inkişaf xüsusiyyətləri də bir-birindən fərqlənir. Məsələn, Meksikadır, digər ölkələr əsasən, məsələn, Yamaykadır, Kubadır. Bu tip ölkələr dünyaya xam mal ixrac edirlər. ABŞ isə xam mal ixal edir, alır. ABŞ bəs dünyaya hansı xam malı ixrac edir? Nefti. Neft yox. Daş kömürü əsasən ixrac edən ölkə kimi tanınır. Digər xam mal ehtiyatlarını əsasən ithal edən ölkə kimi tanınır. Bu ölkələrdən hansı əsasən inkişaf etmiş ölkə olmadığına baxmayaraq, inkişaf etməkdə olan ölkələr kimi xam Meksika. mal... Yox, inkişaf etmiş ölkə deyil. Kanada. İnkişaf etmiş ölkə Mənim siz nə sual verdiniz? sual vermək istəyirdim ki, bu ölkələrdən hansı inkişaf etmiş ölkə olmasına baxmayaraq, inkişaf etməkdə olan ölkələrə Bildim mənim. bənzər İnkişaf etməkdə olan ölkə o kimi da başlayır. xam mal ixracatçısı kimi tanınır. Yaxşı. Elə özü ABŞ-a qaz, neft əsasən ixrac edən bir ölkə kimi tanınan ölkədir Kanada ərazisi. Yaxşı. Bu ölkələrdən biraz təsərrüfatlarından da qeyd edilir. Bilirsiniz ki, intensiv inkişaf əsasən inkişaf eləmiş ölkələrdə olur. Xüsusilə bunlarda texnologiya şəhərləri olur. Amerika ərazisində yerləşən texnologiya şəhərləri hansı şəhərlər idi? Silikon Vadisi'ydi. Perdue birdir. Silikon idi, Cummings idi. Bəli. Kommunist Tədqiqatlar Parkı, bir də O Perdue ABŞ-dadır. Tədqiqatlar Parkı. Üçü də Amerika. Kanadada da biri Yox, var idi. Kanadada köhnə dərsliklərdə verilirdi. Daha üçü də o səhv düşmüşdü. Hər üçü Amerika Birləşmiş Ştatları ərazisində götürülmüş. Bir Yəni Amerika tədqiqatlar parkı şəhərləri. var. Sonra Perdue, Cummings. bəli, Amerika Birləşmiş Ştatları özü 4 əsas hissədən ibarətdir. Onun şimal-şərq hissəsi ən güclü inkişaf eləmiş hissədir. Burada hansı meqalopolis yerləşirdi? Bosvaş. Bosvaş, bəli. Bosvaş meqalopolisinə aid olan şəhərlər hansılar idi? Boston'du. Philadelphia'dı. Boston, New York idi. Sonra Baltimore idi. Philadelphia idi. Bir də Washington. Washington şəhəri, düzdürmü? Bəs göllər ətrafında yerləşən meqalopolis hansı idi? Spitz. Chicago, Pittsburgh, Detroit, Cleveland şəhərlərindən ibarət, bəli. Spitz və ya göllər ətrafı. Onun qərbində yerləşən San Francisco, San Jose, San Diego, San Diego. düzdür. San Francisco. San Diego, San demək Jose. Los Angeles, bir Los də Angeles. əsas Los Angeles, San Francisco, bir də San Diego'nu yadınızda saxlayın. San Jose var onun. Bir də San Jose var, bəli. Əsas dərsliklər Los Angeles, San Francisco, San Diego şəhərləri. Amerikanın aviakosmik sənaye sahəsinin inkişaf etdiyi hissə Amerikanın hansı hissəsində yerləşir? Aviakosmik sənaye, sonra ucuz enerji istehsalı ilə əlaqədar yüngül əlvan metallurgiyanın inkişaf elədiyi əsas hissə. Kosmik qərbində inkişaf edib də. Bəli, qərb hissəsinə. Əsasən neft kimya sənaye sahəsinin güclü inkişaf elədiyi hissə. Cənub. Cənub, bəli. Bəs əsasən maşınqayırma sahəsi, metallurgiya müəssisələrinin inkişaf elədiyi hissə. Göllər ətrafıdır. Burada kömür və metal var. Müasir texnoloji avadanlıqlar istehsalı və Amerikanın ən yüksək inkişaf eləmiş demək zonası onun şimal-şərq hissəsinə uyğun gəlir, 4 hissədən ibarətdir. Amerika ərazisində əsasən şəkər qamışı, pambıq kimi məhsullar onun hansı hissəsində yetişdirilə bilər? Mülayim enliklərdə yetişdirilir. Yox, mülayimdə pambıq ABŞ-da. yetişdirilir. Şəkər Subtropik. qamışı cənub hissəsində yetişdirilə bilər, düzdürmü? Subtropikdə var. Bəli. Ancaq taxıldır, sonra qarğıdalı kimi nisbətən, yəni kartof və s. soyuq iqlim şəraitində inkişaf edən hissələr mülayimə uyğun gəlir. Kanadada həmçinin taxıldır, kartofdur, ümumiyyətlə mülayim uçan bitkilərdə əsasən Kanada arasında da yetişdirilir. Hər ikisi dünya bazarına taxıl ixrac edən ölkələr kimi tanınırlar. Onların məhsullarını isə ixal edən ölkələr Avropa və Yaponiyadır xüsusilə.
Bəs bunlar özləri hansı bitki məhsullarını ixal edirlər? Alırlar. Qarğıdalı. Yox, qarğıdalı Yox. və istehsal edən və ixrac edən ölkələrdən ən böyüklərindən biri Amerika Birləşmiş Ştatları. Çöl zonası bu məhsulun yetişdirilməsi üçün əlverişlidir. Bu tropik bitkilər də kakaodur, qəhvədir, şəkər qamışı bunlar əsasən Kanadada yetişmir. Məsələn, şimal ölkələri, soyuq ölkələr daha çox tropik bitkilərin, məsələn, çaydır, qəhvədir, kakaodur. Bunlarda yetişməyən məhsullardır. Bunları əsasən ixal edən ölkələr qrupundadır. Vətəni Amerika olan ümumiyyətlə bitkilər hansılardır? Qarğıdalı. Bəli, qarğıdalıdır, kartofdur, pomidordur, tütün məhsullardır. Ona görə elə tütün istehsalçıları da məhz bunlardır. Meksikanı, Kubanı, ABŞ-ı misal göstərə bilərik. Dünyada çox tütün istehsal edən ölkələr qrupundadırlar bunlar. Yaxşı. Demək belə. Nəqliyyat da çox yüksək səviyyədə inkişaf edib, xüsusilə ABŞ-Kanada ərazisində bildiyiniz kimi. Şimali Amerika ilə Cənubi Amerikanı birləşdirən Argentina ərazisinə qədər çəkilmiş bir yol var idi. O yolun adı necə idi? Transamazon. Transamazon. Braziliyanın Resif şəhəri ilə Çilinin, Perunun paytaxtı Lima şəhərini birləşdirir. Pan-Amerika yolu, vahid Amerika anlamını ifadə edir. Bir Amerika yolu. Yaxşı. Demək, bu Amerika ilə bağlı olan əsas xüsusiyyətlərdir. Bir də iki boğaz və yarımada var ətrafında, onları qeyd edək. Amerikanın bu hissədə yerləşən yarımadası hansıdır? Kaliforniya. Alyaska. Ən Alyaska. uzun yarımadası hansıdır? Kaliforniya. Kaliforniya. Bəs bu işarələr Labrador. Florida yarımadası hansı təbii sərvətlə məşhur idi? Fosforit. Bəs bu böyük yarımadası hansıdır? Labrador. Labrador. Hansı təbii sərvət yaxşı təmin olunur burada? Neft idi. Əsasən qalxanda yerləşir. Kristallik bir növrənin səthə çıxması. Filiz. Dəmir əsas, filiz ehtiyatları. Amerikanın ən ucqar şimal nöqtəsində yerləşir Butya yarımadası. Butya yarımadasında yerləşir ən ucqar şimal nöqtəsi. Yaxşı, körfəzləri də oldu Alyaska körfəzi, sonra Kaliforniya körfəzi Meksikaya məxsus, Meksika körfəzi, sonra Kanada ərazisində burada bir körfəz var idi, işarələdim. O körfəz... Müqəddəs Lavrenti. Yox, Müqəddəs Lavrenti silin bir dənə zəhmət olmasa. Müqəddəs Lavrenti körfəzi budur. Səhvən körfəz adlandırılır, əslində dənizdir, Meksikada elədir, Hudsonda. Bunu işarələdiyim yer buradır. Bu ərazisi Fandidir. Hansı özəlliyinə görə dünyada məşhurdur? Qabarma çəkilmə hadisəsinə görə. Ən hündür qabarma dalğaları orada müşahidə olunub. Fandi bir də Men var bölündə. Yəni, onun cənubunda da Men körfəzi yerləşir, doğrudur. Hudson körfəzi hansı okeana məxsusdur? Şimal buzlu. Bəli. O hansı boğazla Şimal buzlu okeanı? Davis. Hudson boğazı ilə Atlantika birləşir. Davis yuxarı Bəs Baffin torpağı ilə Qrenlandiya adası arasında yerləşən boğaz, eyni zamanda Şimal buzlu okeanla Atlantiki birləşdirən boğaz? Davis. Bəs Qrenlandiyanı İslandiyadan ayıran boğaz necə adlanırdı? Danimarka. boğazı. Yaxşı, bu Amerika ilə bağlı demək olar ki, əsas xüsusiyyətlər idi. Bir də ABŞ-ın inkişaf tarixi ilə bağlı bir məsələ qeyd edilir. Kanada, ABŞ kimi ölkələr əsasən tarixi coğrafi məskunlaşma xüsusiyyətinə görə hissələrə bölünüb idarə olunurlar. Amerika əvvəllər hansı dövlətin əsasən işğal altında olub, belə deyil? İngiltərə. Onun şimal-şərq hissəsində 13 dənə İngilis koloniyası olub. Demək, həmin koloniyalar İngiltərəyə xidmət göstəriblər. Ancaq bir müddətdən sonra onlar qərar veriblər ki, krala vergi ödəməsinlər. Çünki onlar zaten Avropada İngiltərə kralına həddindən artıq çox vergi ödəyirlər. Və bu idarəçilik sistemindən onlar bezmişlər, belə deyək. Çünki saraya xidmət göstərir. Onlar özləri üçün inkişaf etmək istəyirdi. Bu səbəbdən onlar birləşib Amerikaya müharibə elan elədilər və qalib gələrək 13 ştat birləşib Amerikanı formalaşdırdı, amma daxili müstəqilliklərini qorumaq şərti ilə. Ona görə Amerika bayrağında həmin o 13 ştatın zolaqları ağ və qırmızı olmaq şərti ilə bu günümüzə qədər qalıbdır. Amma həmin o yuxarıda yerləşən çərçivədə demək, ulduzları
əlavə etmək üçün boşluq buraxılıb, hansı ki, sonradan yarana biləcək ştatları ora əlavə edirlər. Hal-hazırda 50 ştat bir dənə də mahaldan ibarətdir. Kaliforniya mahalından ibarətdir. Kaliforniya demək, Vaşinqton şəhəri ətraf ərazilərə aiddir. Belə oldu. Demək, tarixi coğrafi məskunlaşmaya görə federativ ölkə. Bəs etnik tərkibinə görə federativ olan ölkələr hansılar idi? Millətə görə. Rusya'ydı, Avustralya. Avstraliya, yoxsa Hindistan, Pakistan, Nijerya. Rusiya, Nigeriya kimi ölkə. 4 dənə dövlət əsas yadınızda saxlayın. Nigeriyadır, Pakistandır, Hindistan, Çindir. Bunlar çox millətli olduğuna görə federativ hissələrə bölünürlər. Bunlara deyirlər etnik fərqlərə görə federativ olan ölkələr. Kanada neçə dövlət dilində danışır? 2. Fransız və İngilis dili idi, bəli. Əsasən Amerika Birləşmiş Ştatlarının dövlət dili İngilis dilidir. İngilis dili Hind-Avropa dil ailəsinin hansı qrupuna aiddir? German. Düzdür. Fransız isə Roman qrupuna aiddir. Bəs Meksika hansı dildə danışır? Roman dili O qrupundan. da İspan dilidir, bəli. O məhz romandır. Kiçik adalarda İngilis dili də inkişaf edib. Amma ümumiyyətlə Latin Amerikasında əksər dövlətləri məhz İspan dilində, Braziliya isə Portugal dili. Portugal işğalının Portugal. öz düzdür, ləhcələri formalaşıb. Brazil dili ayrıca mövcuddur, amma əsasən Portugal kimi biz onu tanıyırıq, belə deyək. Yaxşı, bu hissə dövlətləri ilə bağlı olan hissə idi. İndi isə keçək testə. Bu dinamikada sonuncu test idi bu hissəsində, düzdür? Axırıncı Bəli. testdə qalmışdıq. Hansı test idi? 2012-nin B-si. Bir də uşaqlar, burada bu dünən suala baxdığı 2012-də A-da sonuncu sual var idi. Açıq tipli tapşırıqlarda uyğunlaşdırma. O tarix ixtisaslı var idi. Ona sonra özümdə baxdım. Biraz mən Tamam, darıxsız. Qalanlıq məqam olanda baxıram. Orada deyir ki, beynəlxalq aləmdə biraz həmin o kiçik ölkələrin dünya bazarına çıxardığı məhsullar həcmi sayı etibarilə Desə Niderlanda vermişdi. Niderlandla Mən onu dedim müəllim orada. eyb yoxdur. Biraz bəzən adam yorğun olur, nə bilim, bəzən Bəli. müəyyən fikir qarşılığı olur. Ona görə özüm də sonra həmişə elə bir mübahisə qalanda baxıram suala. Beynəlxalq səviyyədə əsasən tarix ixtisaslı ölkə kimi verəndə onu götürürlər, amma ümumilikdə inkişaf eləmiş ölkələr tarix ixtisaslı getmir. Aydındır? İndi buna Aynen. dərsdən sonra bir də baxacağım, düzü vaxt olmadı, elə başım ağrıyırdı. Axşam belə yüngülcə baxdım. Orada qeyd olunub ki, demək, beynəlxalq coğrafi əmək bölgüsündə, yəni dünya bazarına həddindən artıq çox məhsul çıxarmırlar da. Bunlar sayı etibarilə digər ölkələrdən daha az məhsul çıxarırlar ona görə. Amma ümumilikdə ölkə ərazisi tarix ixtisaslı inkişaf deyil. Yəni monosentrik təsərrüfat deyil. İnkişaf eləmiş ölkələrdə polisentrik təsərrüfat inkişaf edir. Bir də ona baxacağım, hissə test topusunda görüm o sualı necə dəyişdirə bilər. Eyni ilə veriblər, yoxsa o sualın şərtində dəyişiklik var. Onu bir də müqayisə edib sizə atacağım, yaxşı? Bəzi suallar olur ki, məsələn, sonradan mübahisə yarada biləcək suallar, məsələn, sonradan dəyişdirirlər. O elə sualları hissə test topusunda müqayisə edirik, baxırıq, görə elə sualda əgər dəyişiklik yoxdursa, deməli, sual indi də keçərli sayılır. Əgər bəzən mübahisələr olanda sonradan həmin sualı dəyişdirib başqa formada salırlar. Elə bir sual var, baxacağım onu dəqiq. Bir də axşam yorğun idim, dediyim kimi, tam ona baxa bilmədim. 2012-dən B variantından baxaq suallara. Ülker, buyur. Burada deyir ki, Azərbaycan Respublikasında əmək tutumlu təsərrüfat sahələrinin inkişaf etdirilməsi səbəb ola bilər. Burada ancaq müsbət fikirlər onda götürəcəyik. Mənfi Bəli. miqrasiya balansının artması bu olmaz. Təbii ehtiyatlardan kompleks istifadə bu düzdür. Sonra bunu götürdün. Sonra 2. Bəli. Sonra müsbət miqrasiya balansı bu da doğrudur. 3. Bir də ki, 4 ixracatda hazır məhsulların artması.
Demək cavab olduğunda neçə? 2, 3, 4. 2, 3, 4 C variantı. Sonra B Aysel variantı. 2, 3, 4 C'dən. D'dən. Üzr D. istəyirəm. Bəli. Sonra Aysel Uyğunluq gözlənilmişdir. Kuba adası, Karib dənizi, subtropik qurşaq. Kuba tropik iqlimdə yerləşirdi. Bu yanlışdır. bəli. Sonra Yucatan yarımadası, Karib dənizi, tropik qurşaq. Bəli, bu doğrudur, götürürük. C. Sonra İslandiya adası, Atlantik okean, mülayim qurşaq. Subarktik qurşaqda yerləşirdi. Aha. Bu yanlışdır. Sonra Aleut adaları, Bering dənizi, mülayim qurşaq. Bəli, götürürük bunu. 4'ü götürdü onda. Sonra deməli 5-i də götürürük. 5 də doğrudur. Aha, 5 de götürdü. 6 niye səhvdir bəs? Deməli iqliminə görə Bəli, subarktikdə yox hansı? Mülayim, mülayim. Onda cavab oldu 2, 4, 5. O da yenə də D variantının düzləşsin tapdı. Yaxşı. 78-ci sual yenə çaylarla bağlı. Demək rəqəmlərə uyğun gələn göllərlə bağlıdır bu dəfə. Demək burada çox hündür gölümüz olacaq 4-cü. Okean səviyyəsindən aşağı olan gölümüz olacaq neçənci? 3-cü göl. Okean səviyyəsindən aşağıdadır. O bir Sonra variantı göstərə bilərsinizmi? göstərəcəm, narahat olma. Bir hündürlüklərlə bağlı təxminlər eləyək. 1556 metr hündürlükdə yerləşən gölümüz hansıdır? Göy göldür. Orta dağlıqda yerləşir. 1902-də Maral gölü yerləşir. Əsasən Qara göldür, ondan sonra Ala göllərdir, Batabatdır, onlar hündürlər. Onlar Ən hündürdür. hündürdə yerləşən gölümüz demək olar ki, hansıdır? Əsasən Van göl. Van Van göl. göldür. Okean səviyyəsindən aşağıda yerləşən göllər Sarısudur, Ağ göldür. Sonra Hacı Qavuldur. Hacıqabul, bir də Laqum mənşəli göl var da. Ağzı bir çala. Ağzı bir çala gölü. İndi baxaq görək hansı variantdır. Kim cavab vermək istəyir? Nurlan buyur. Mən burada elə dediyiniz kimi 4 ən hündür olduğuna görə A variantı ola bilməz. Sarı su. Ona görə A variantı getdi. Demək Eee, 1, 2, 3, Elə B deməlim cavab. B'də Böyük Alagöl hündürdə yerləşir, doğrudur. Ona görə həm də ki 1-ə Göy göl uyğun gəlir, 2-yə Maral göl 1902 dediniz. Ağzı bir çala elə bir ki Xəzərdən sahilində Burada bir yerləşir. dəqiqə biraz tələsməyək. Sanki elə bir 2 şeyi keçibdi. 3, 4 Böyük Alagöl, 4 Aznahor gölü 200 metrdən aşağı göstərilir. Mən B-dir, B müəllim. Bir dəqiqə. Qoy tam baxaq. Bu göllərin hündürlüyü hamısı C ola bilməz, çünki Böyük Alagöl yüksəkdir, Qarabağ vulkan qayalasında yerləşir. Düzdür. Böyük Alagöl burada Ola hündürdədir, bilməz ki. 2000-dən yuxarıdadır. 2000-dən Ondan sonra Qara göl də ola bilməz. İkinciyə. Göygöl, Böyük Alagöl. Tələsmə, Candar göl 3-cüdür. 3-cü bu 3-cü ola bilməz, bu getdi. Sonra Böyük Alagöl. Böyük Alagöl bu yanlışdır. Ola bilməz. Sonra Maralgöl, İkiyə də Böyük Alagöl ola bilməz. Qaragöl, sonra Hacıqabul gölü, Göygöl ola bilməz, 4-cüdədir, yanlışdır. 4-cüdə Göygöl verib də düzdür. Sonra Y variantı Maralgöl, Maralgöl. Maralgöl Ola 1402-dir, Böyük Alagöl, sonra gəlib Böyük Şor gölü, Kiçik Alagöl. Bunların arasında bu qədər B-dir, B. çətinlik yoxdur, bəli. Elə müəyyən qədər bəli B uyğun gəlir. Həm də ki Y variantında Böyük Alagöl 3000-dən çox deyilmi? Bəli, Böyük Alagöl hündür göldür. Ailə Kiçik Alagöl də əslində hündürdür, Tufan göl də hündürdür. Vulkan şəhərdə yerləşirlər, değil mi? Bunlar. Sonra 79-cu sual. Aysel buyur. deməli Afrika materikinə aiddir. Ekvatordan şimalda yerləşən hissəsi daha enlidir. Bəli, doğrudur. Bir düzdür, bəli. Şərq və cənub hissəsi daha hündürdür. Bəli, bu da doğrudur. Somali yarımadası isti okean cərəyanının təsirinə məruz qalır. Xeyr, soyuq. Bəli, Somali soyuq cəryandır. Sonra alt qırışıqlığına məxsus hissəsi daha da geniş sahə tutur. Qədim platformada yerləşirdi Afrika. Yanlışdır bu. Bir dənə cəmi dağ silsiləsi var idi. O da hansı idi? Atlas dağları, bəli. Ona görə bu yanlış idi. Sonra Okean cərəyanları Güney körfəzi sahillərində nə yazılıb müəllim orada? xeyli yanlış. Xeyli. Bu doğrudur. Niyə görə? Çünki həmin cəryan necə cəryandır? İsti cəryan. Bəli, istidir. Cəryan. Sonra belə
İsa buyur. Deyir ki, ekstensiv otlaq heyvandarlığın üstünlük təşkil etdiyi ölkələr, regionlar. İntensiv olsaydı subekvatorial götürərdik. Əsasən intensiv daha çox inkişaf eləmiş ölkələrin əksəriyyətində olur. Sürətli inkişaf. Ekstensiv bəs otlağa 6-nı əsaslanan. götürərik, 7-ni götürərik. 6, 7. Əslində Avstraliya inkişaf etmiş ölkə olsa da, onda da ekstensivdir. Niyə bilirsən? Yox, müəllim, nəsə bu Dağlıq ərazi Yox, çox. səhra yarım səhrası çoxdur, boş ərazilər. Onlar heyvandarlıqda əsasən hansısa bir xüsusi inkişaf prosesi ilə heyvandarlığı inkişaf etdirmirlər. Elə təbii yem bazası var deyə, təbii şəraitdə öz-özünə çoxalır da qoyunlar. Başa düşdünüz necə? Yəni bir var xüsusi bir hansısa avadanlıq tətbiq eləyəsən, yaxud nəsə yeni bir kənd təsərrüfatı ilə əlaqəli nailiyyət əldə edib, ona əsaslanaraq heyvandarlığın sayını artırasan, bir də var özü-özünə təbii şəraitdə inkişaf edir. Bu tip suallarda səhra, yarım səhra ölkələri əsas götürüləcək, çünki onlarda təbii yem bazası var. O 3-ü də götürərik onda. Bəli, 3-ü də götürərik. 3, 5, 1 Monqolistan ərazisi. 5, 6 olacaq. Bəli, 5 aradır, 5 görmürəm. 5 görmüşəm daha doğrusu. 1, 3, 5, 6. Hə, 1, 3, 5, 6, bəli. Afrikada da elə səhra, yarım səhra zonalarını seçəcək. Həm əksəriyyəti kasıb regionlardır, həm də ki, dediyimiz kimi bu ərazilərdə boş ərazilər çoxdur deyə heyvandarlığın inkişafı üçün xüsusi bir addım atılmırdı. Özü-özünə təbii şəraitdə inkişaf edir. Təbiətdən asılı şəkildə inkişaf edən təsərrüfat ekstensiv adlanır. Müəllim, bəs orada 7-ni niyə götürməliyik? 7 Braziliya ərazisi. Əsasən burada fermer tipli təsərrüfat sahələrində burada təbii yem bazası, yəni boş ərazilərdə dediyimiz kimi bir var heyvanlar insanların çox da müdaxiləsi olmadan özü-özünə çoxalırsa, yəni müasir texniki avadanlıqlardan istifadə etmiriksə, bu ekstensiv sayılır. Daha çox səhra, yarım səhraların yayıldığı ərazilərdə. O hissələrdə səhra, yarım səhra yox da Braziliya yaylasına düşür. Sağ ol. Sonra İranla həmsərhəd olan iqtisadi coğrafi rayonların daxilindəki inzibati rayonların bu köhnəlibdir, buna baxmayaq. Sonra digər 82-ci sual biraz kiçildim. Aycun buyur bu sualı sən cavab ver. Keçən dəfə da bu sualla bağlı biraz. Burada birincisi əhalinin sayı deyir. Onu dedik ki, hər artır əhalinin sayı. Aha. Əhalinin sayı hansıdır? Hə, qara xəttdir. Qara xəttdə artım yüksək. Bir də deyir təbii artım. Təbii artım amma azalır. Bəli. Ona görə B variantı. variantı. Bir-birinə təsdiqdə elə bir ki. Sürəti azalıb. Təbii artımın sürəti əsasən müəyyən miqdarda təbii artımın son illərdə Azərbaycan təbii artımın dəyişməsi hansı qrafikdə düzgün ifadə olunub. Sonra 83-cü sual. Maksud buyur. Paleogen və neogen dövrünə aid çıxıran yayıldı ərazilər. Əsasən bu dağlardaydı, müəllim, Naxçıvan dağları, Lənkəran Paleogen dağları. Kaynazoyun birinci dövründə, düzdür? Bəli, bəli. Neogen ikinci dövrü. Dövrü. Naxçıvanı götürə bilərik dağlarını, Bəli. 9 rəqəm. Sonra 7-ni də götürə bilərik. 7. Sonra Yo, Lənkəran tərəfdə olan neçədir nömrə? Onu 1. görmürəm. Hə, 1-i onu da götürürük. Aha. Böyük Qafqazdan götürə bilərik. Burada 3-ü götürə bilərsən də. Abşeron zonası axı Neogen Amma yaşır. Neogen Ceyranın salsana da Abşeron. Abşeron, Qobustan, bir də Aznavur Ceyrançoğu, Bozdağ var, 7 götürdün ha. Kür Bəli. tökərliyində əsasən bəzi silsilələr var, onlar Neogendir. Xocaşen silsiləsi, Ceyrançöldə olan, məsələn, Palantökən silsiləsi, Əmirvan silsiləsi bu zonalarda, yəni bunlar Neogen yaşlı. Sonra Bozdağ silsiləsi. Bunları seçmək lazım idi də. Sonra 84-cü sual. 84-cü sualı Deyim müəllim. Həsən buyur. Bəli, burada deyir ÜDM-nın dəyəri 30 milyard dollardır.
ÜMMO-nun dəyəri isə 18,5 milyard dollar. ÜMMO-nun xaricdəki məhsulun həcmi 4,5-dirsə, 18,5-dən 4,5 çıxanda 14 qalır. Ölkə Milli daxilindəki şirkətlər. milli şirkətləri tapdıq 14. 30-dan da 14 çıxanda xarici şirkətlərə nə qədər düşür? 16 qalır. C 16. variantı. Bəli. Faizlə ifadə eləsə 16-nı böləcəyik. Demək 30-a vuracağıq 100-ə. Sonra 85-ci sual deyəsən eyni sualdır, yoxsa biraz fərqli var? Biraz fərqlidir temperaturla bağlı. Görək kim əlini qaldırıb. Müjgan, bu qeyd eləyə bilərsən? Mən deyir ki, A və B məntəqələri arasında havanın temperatur fərqi 2,7 dərəcədir. Demək, 1000-də 6-dırsa, X-da 2,7, o da 450 eləyir. Aha. Sonra orada kəsmə yüksəliyini tapacaq. 3 150. dənə horizontalda 0, 1, 2, 3. 3-ə bölsək 150 eləyəcək. M-in hündürlüyü 1, 2, 3, 4, 5, 6. 6-nı da 150-yə vuranda 900. demək nə qədər oldu? 900. 900. 900-ü də böləcək neçəyə? 50-yə. 750-yə. 750 bəli. Miqyas 1 santimetrə neçə kilometrdir? 150-dir, düzdür? Bəli. 5 santimetrə 750 eləyir. Deməli, çayın uzunluğu 750 kilometrdir. Düstur necə idi? Düşmə, yəni hündürlük metr bölünsün, çayın uzunluğu kilometr. Bu B olmalıdır. Bunu keçən dəfə var idi bu misal. Sonra bu misal var idi keçən dəfə. Eynisidir, yoxsa deyəsən fərqlidir biraz. Fərqlidir müəllim. Yaxşı. Nərgiz buyur. Nuray sən buyur onda. Deyim müəllim. Buyur Musa buyur. Mən burada deyir ki, ölkədə əhalinin sayı 11.500 min 11 nəfərdir. milyon 500 min nəfər. Deyir, hər 1000 nəfərə 7 nəfər olarsa əgər 5 il ərzində indi müəllim 11 milyon 500 min böləcək minə ki, görək nə qədər düşür də. Demək, vuracaq 7-yə böləcək minə. Böləcək minə. Bəli. Vurdun 7-yə böldün 1000-ə. Burada min ifadələr zaten ixtisar gedəcək bundan. 11 demək 11500-ü vurarsan 7-yə neçə eləyir? 11500-ü vursaq 7 eləyir. Mənim 80.500. 80.500. Deməli 1 ilə 80.500 artıb. İndi onu da 5-ə vuracaq. Bəli, 5 ildən sonra deyilsə, bəli 5-ə vurub gələcək nəyə? Nəyin üzərinə? Gələcək əhalinin üzərinə. 80 demək 0 500 eləyir. nə qədər? 425. Yaxşı, demək oldu. Nə qədər? 5025 o da 2, 402.500. 402.500. Bu belə. Bəs faizi necə tapacağıq? Faizdən 1000 nəfərə nə qədərdir? 7 nəfər. 1000 nəfərə 7 nəfər. 7000-in nə qədər idi? 0,7. 0,7 deməli. Demək 0,7 faiz üstünə gələcək, demək 11 milyon 500 minin üzərinə Gələcək 402.000 402.000. 402.000 üstə gələcək. 1 milyon 900 min. C variantı. Demək C variantı. Bəs Bəli. sonra 87-ci sual. Fira buyur 87-dir. Burada faydalı qazıntılar deməli birinci neftdir, ikinci əqiqdir deyəsən. 3 xrom, 4 amma bilmirəm. Xrom. 4 Glauber duzudur. Hə. Deməli Dörd. burada Ümumiyyətlə qiymətli daşlarda almazdı. aha. Aha. Birinci gedər neft ən çox Tatarstanda idi, götürmək olar. Bəli. Sonra qiymətli daşlar əsasən Saxya-Yakutiyada ola bilər. İkinciyə 4. Bəli, 4. Sonra Xrom Türkiyədə. Glauber düzdə Türkmənistanda. Bəli. Qaraboğazlı körfəzindən çıxardırdılar. yadıma düşdü deyəsən. Hə. İşarəsini amma Bəli. bilmirdim. Ha, işarəsi budur.
Kub işarəsində üst-üstə kub. Duz alanda demişdik üstünə baxsaz orada üst-üstə minmiş kublar var. Üst-üstə yığılmış kublar. Müəllim, Buyur. xromit həm Türkiyə, həm də Filippində idi. Bəli, Albaniya arasında da var. Filippindən də var idi amma. Filippində də var. Yaxşı. Nurlan buyur elə bu sual səndən 88-ci sual. Azərbaycanda qışı quraq keçən mülayim isti iqlim şəraitində becərilən bitkilər sistemi müəllim. Burada elə bil ki, ana atırıq, sitrus meyvələrini atırıq. Çünki sitrus meyvələr yay quraq keçən mülayim istidir Lənkəran zonasında. C variantı getdi Faraşa görə. A variantı gedir. A variantı? Cəmi meyvələrə görə. Bəli. Sonra? Ondan sonra bir dəqiqə müəllim. Burada B variantı uyğun gəlir də mənim. Pambıq. Pambığa görə həm. Bir C dəqiqə. variantı. Qərzəkli meyvə, tütün. Qərzəkli meyvə. Səfəran da Bax, Bakıda. Şəki Zaqatalada, Şəki Zaqatalada nə yetişdirilir də? Tütün, Qərzəkli meyvə. qərzəkli meyvə, qoz fındıq şaba, bir də taxıl məhsulları. Bəli. Sonra 88-ci sual. Kim qalıb? İsa buyur. Bir cənubi olacaq. Şimal Buzlu Okeanına tərəf bir ox işarəsi var. Şimal buzlayacaq, şimal olacaq elə başqa yer olmur. Sonra bəs 2 Bir də ikilər Rusiyadan qərbə gedirlər. Avropadan qərbədir. Doğru. Avropadan qərbə. 3 isə Asiyadan Şərqə doğru. Amerikaya da şərqə. Sağa doğru olanlar şərqdə. Yaxşı. Yəni sağa doğru düzdür. Bu 2 də burada sağa göstərilib. Amma Avropa tərəfdən baxanda özümüz orada təsəvvür edəndə 2 soldur. Avropa tərəfdən Amerikayadır, digəri Asiya tərəfdən. 3 şərq oldu, 2 qərb oldu, 1 isə şimala doğru. Aygün buyur, zəhmət olmasın. Həçəri fiziki coğrafi rayonunun iqlimi, bir də torpaq tipi. Həçəri qışı quraq keçən mülayim isti iqlimdir. Bəli, doğru, 100%. Şabalıda dağ məşəddi variantında. Aha. Sonra 91-ci sual. Fira buyur. Ölkələrin sayı daha çox olan yarımadalar. Deməli, Skandinaviya gedər, A getdi, B getdi. Sonra Hindistan gedər, D-də Yutlandiya gedər, Y variantı. Bəli, Balkanla Ərəbistanda daha çox ölkə var. Sonra demək, Aysel buyur. Nəqliyyat növü və onun keçdiyi inzibati rayonların ardıcıllığı. Burada dəmir yoludur. Yevlax, Şəkirdağ, Zaqatala, Balakən olar. D variantı. Doğrudur, yaxşı. Sonra digər uşaqlardan səs yoxdur. Maksud buyur. Burada mən uyğunlaşdırmada Kunlun Kaynazoyda deyildi. O Mezozoyda yaranmışdı deyəsən Tibet Kunlu. Buna görə bu biri çıxır bütün variantlardan. A, D, B gedir. Pozulmuş sistem. Pozulmuşdur. Onda biri götürürük. Biri götürəcəyik. Bax, birinci suala diqqət etmək lazımdır. Həmişə orada bildiyiniz bir şey, bax, ən pis şey odur ki, bildiyiniz şeyi səhvə yol verək. Yəni, çalışaq elə eləyək ki, bildiyimiz şey səhv olmasın. Eyb yox, bilmədiyimiz ola bilər də bilmiriksə səhvə yol verə bilərik. Bax, belə diqqətsizlik səhvi olmasın. Sonra O Mezozoyda Kordilyer, Kimmer, bu düzdür. Bunu çıxırıq onda iki. hissəsi bəli, doğrudur, Mezozoyda yaranıb. Sonra Paleozoyda Böyük Xinqan, Hertsin. Bu da doğrudur müəllim. bəli, doğrudur o da. Sonra Proterozoyda Orta Sibir, Kaledon. Bu Orta Sibir, bu səhvdir deyəsən bu. Qədim platformadır Orta Sibir. Qədim platformalar nə vaxt yaranıb? Kembriyə qədər ki. Yəni Proterozoyda yarandı. Kembriyə qədər Paleozoyun birincidir. Paleozoya qədər. Paleozoya qədər ondan əvvəlki Proterozoydur. Düzdür, bu doğrudur bu hissəsi. Səhv olan hissəsi aşağıdadır. Kaledonla. Bəli. Çünki Proterozoyda Baykal qırışıqlığı olub cəmi bir dənə. Bu Paleozoyun qırışıqlığıdır. Ona görə bunu götürəcəyik. Sonra burada da Ahbat səhv veribdir. Arxeydə yox, Paleozoyda yəni arxay olmalı. səhvdir. Kaledon məsələn düz gəlir, Appalaça uyğundur. Paleozoyda formalaşan bir dağ silsiləsidir.
Orada olmalıydı Paleozoy dövrü, düzdür? Arxeis Bəli. səhv deməli. Cavab oldu demək 1, 4, 5. Sonra digər suala baxaq. Görək kim əlini qaldırıb əlavə olaraq. Qadir buyur. Neçənci suala baxırıq mən? 94. 94. Deyir, istehsal tullantılarından istifadə etməklə ətraf mühitin çirklənməsi azalır. Bu yanlışdır. Aha. Əksinə çoxalır. Məhsulun maya dəyəri yüksəlir. Bu doğrudur. İkini deyirsən doğrudur. Bəli. Aha, sonra tələsmə. Faydalı qazıntılara qənaət olunur. Bu da doğrudur. Tullantılardan istifadə edilir. İdxal xam malın tələbatı artır. İdxal yox, ixrac olar yəqin orada. İndi bunu götürürük yoxsa yox? İdxalı xeyr. Sonra bu getdi onda. Sonra Bitki aləmi inkişafı ləngiyir. Bu düzdür. Ətraf mühiti çirkləndirir. 5 götürdük. Xam maldan kompleks istifadə olunur. Bunu başa düşmədim. Yaxşı. İndi burada bir iki Müəllim. nüanslar oldu. Yəni ki, fikir uyğunsuzluğu oldu. Kim qeyd edə bilər bunu? Aygün Müəllim, burada birinci düzdür də. gözlə. Aygün buyur zəhmət olmasa. Burada variantlarda nə problem var? Mən bir də yoxumdur da. Ətraf mühitin Müəllim, iki çirklənməsi problem azalar. müəllim. Niyə azalır? Mənim 2 səhvdir, 2 götürməli oldum. Niyə İkin azalır? götürürük. Çünki tullantılardan istifadə olunacaq. Deməli, zibil tullantısı yaranmır da. Çünki zibil tullantılarının özünü belə istehsala cəlb edirik. Düzdür? Bu da təbiətə atılan tullantıların miqdarını azaldacaq. Yox, 2-ni götürmürük. Düzdür? Bu düzdür. Bir düzdür. 2, məhsulun maya dəyəri yüksəlməz. Azalır. Aşağı olar. Aşağı olar. Nəyə görə? Çünki təzən istehsal olunmur da. O Biz yeni xam mal almamışıq, elə köhnə tullantıları təkrar Onlara istifadəyə təzə istifadə veririk. edirik. Bəli. Ona görə bu yanlış idi. Sonra faydalı düzdür. qazıntılara qənaət Üç düzdür olunur. müəllim. Bəli. Çünki yeni təbii sərvət istifadə Bir eləmirik. üç altıdır. C variantı. Altıdır müəllim bir də. Bir də hansı olmalıydı? Xam Altı. maldan kompleks istifadə. Bəli. Bu əslində müsbət əlamətdir. Biz müsbət əlamətləri seçməliydik. Bəli, bu hissə müsbət əlamətlər olmalıydı. Ona görə bu hissədə yanlışlıq var idi. Sadəcə özümü saxlamadım dedim qoy. Fikri tam aydın olsun, özü araşdırsın sonra. Atmosfer yağıntısı maksud nə idi? Havadan asılı olan su buxarına deyilirdi. Başqa? Aygün. Troposferdən yer səthinə bərk və maya halda düşən Bəli, sudur. qarla yağış, bəli. Baş və yağıntını soruşur. Havadakı su buxarını soruşmurdu. Ona görə yer səthinə gələn su buxarı, yəni belə deyək, yağış və ya qar, bərk və ya maye halında olan, dolu halında olansa bərkdir, yağış maye halındadır. Yaxşı. Sonra 96-cı sual. 96-cı sualı Aysu desin. Aysu buradasan? Zahid buyur. Deyim müəllim. Denəm. Deyir ki, Bakı şəhərində 1 yanvar saat 05:32-dir. Bu zaman Bakıda eynən işdə A məntəqəsində 31 dekabr 22:52-dir. Bu məntəqələr arasındakı ən qısa məsafə. Bakıda vaxt deməli 1 yanvar 05:32-dir. O bizdən geridədir də demək. Onda 31 dekabrdır. Bəli, 1 saat 28 dəqiqə. 22 normal olmağına qədər gecə qədər 1 saat 28 dəqiqə. Başdan A məntəqəsi Bu araşdırmaq saat 1 saat 1 28 saat dəqiqə. 8 dəqiqə qalıb. Ümumi Bakı 6 40 isə dəqiqədir. yeni tutanı artıq 5 saat 32 dəqiqədə tamamlayıb. Ümumilikdə aralarında nə qədər fərq var? 6 saat 40 dəqiqə. Aha. Onda neçə dərəcə fərqlər var?
Vuracaq 15-ə, 15-ə vuracaq. 100 Ee, dərəcə. Bax 6 saat elir 15'e vursaq 90 dərəcə, düzdür? Bəli. Orada 40 dəqiqə var. Dəqiqəni necə dərəcə çevirəcəksən? Böləcək 4-ə. Aha, o da eləyəcək 10. 10. 100 dərəcə fərqlər var. İndi bunlar arasında məsafəni necə tapa bilərsən? 100 dərəcə məsafələr vardı. 50 şərq uzunluğundadır Bakı. Aha. Bu da 100 dərəcə məsafələr vardı. Bu da 50 qərbdə yerləşir. Bəli. Neçə kilometr fərqlər var? Yəni 85 85.4'e vur. Paraleldə bir dərəcənin qiyməti 85.4 vuracaq 100-ə. 854. Bəli. 8540 8540, 8540. 8540 edəcək. Bəli. Nurlan buyur. 97-ci sual. Tamam, yayım mülayim rütubətli, qışı sərt soyuq, quru olan ərazilərin xas olan əlamətləri isti. Aha. Mən bu yayda mülayim gedirsə, bu subarktik olar da. Bəli, yay mülayimdir, qışı sərt soyuq. Deməli, Subarktikdə yayda bu. mülayimin təsirinə məruz qalır. Qışda isə arktik. Qışda da arktikin deməli subarktikdir. Bəli. Amma indi ona xas olan əlamətlər istəyir. Torpaqları qleyli, düz tundra qleyli, tundra çəm, bunlar düzdə birdir, biri birdir. Ondan sonra deyək ki, sutkalıq temperatur amplitudu böyükdür. Burada bir dəqiqə müəllim. Biri Hamısını oxu, 6-dır. sonra daxil. Bəli, biri 1-dir, biri 6-dır. 6. Yayda mülayim, qışda arktik. Bəli. 5 səhvdir, Bunu çıxaq. 4 səhvdir Bunu da çıxdıq. və bir də 3-dür. Bəli. 1 3 6. Keçək növbəti hissəyə 97. Yəni, bayaq hesabda deyəsən səhv olmuşdu. Hansı? Hesabda səhv olmuş deyəsən. 1.28 olmur. Ha, 1.8-dir, 1.8. Səhv olub orada. Yox, düzdür, düz. Səhv olanda deyil. Ola bilər də adam beyni qarışır, yorğunçuluqdan və s. Nəsə üst-üstə düz gəlmirsən, ya çıxırsan. Nəsə olanda deyil, narahat olma orada. Yaxşı elədin. Sadəcə indi də deyirsən özün düzdür. Demək, bir dəqiqə. Ekran təmizləyim mi? Aha. Fira buyur. Aysu, digər sual sən deyəsin. Burada nisbətən turizm üçün əlverişli olanlar 1, 6 bunları çıxırıq. Deməli 2 olar, 3 Kurili də çıxarıq. 2 3 5. 2 3 5. Kanar İspaniya ərazisindədir, orada yaxşıdır. Burada Kuril Yaponiyanın şimalında, Kamçatkanın cənubundadır. Soyuq ərazidədir biraz. Hə, onda 2 3 4. 4 tə. Bu əlverişsiz idi. Falkland Cənubi Amerikanın cənub hissəsində Antarktidaya yaxındır, soyuq ərazidir. Digər yeni torpaq hardadır bəs? Onun rus adı nədir? Novaya Zemlya. Novaya Zemlya, bəli, Novaya Zemlya. Aysu buyur. Müəllim, Kanar İspaniya ərazisindədir, hə? Bəli. Çimali. Sonra? Deməli, Alma de burnu Afrikadadır. Aha, Afrikanın qərbində. Yox. Hə. Dəqiqə, Afrikanın qərbində. Codyarpaqlı həmişə Afrikanın hansı hissəsi Aralıq dəniz sahilinə çıxır? Hə, şimalı. Cənub. Demək, hissəsi. Onda bu qərbdə olan Almadi hansı olacaq? Savanna və seyrək meşə. Düzdür. Qərblə şərqi savanna və seyrək meşələrdir. Burada da rast tərfin burnudur. Şimalı Aralıq dənizidir. Bensekka və ya Rasengila. Cənubu da iynə burnudur. O da Aralıq dənizi Codyarpağa düşür. Demək, birə uyğun oldu hansı? A bəndi. Sonra cənub-şərq savanna. Cənub-şərq Avstraliyaya. Aha, o hansı təbii zonada yerləşir? Codyarpaqdır ora. Bəli, Codyarpaq. Baxmayaraq ki, Codyarpaq materiklərin şərqində yayılmır,
Amma bir dənə həmin ərazidə bərabər rütubətli subtropik iqlim daxilində codyarpaq meşə və kolluqlar yayılıb. Düzdür, C variantı uyğun gəlir. Sonra Üçdə də bir dəqiqə 3 şaraydı. Hər şey Cənubi Amerikaydı. bu Cabo Branco bəli, Cənubi Amerikanın Fərq hissəsi. Orada da ona dəyişən rütubətli. bəli, B variantı olmuş olacaq. Və sonuncu sual kim yekunlaşdırmaq istəyir? Buyursun. Deyim müəllim. Buyur. Mən burada deməli köçürmə kapitalizm ölkəsi Car Avstraliya 1-ə Y gedir. 3-ə A Avropanın səviyyəsi nisbətən aşağıdır. Bəli. o bizə baxanda nisbətən. Dünya bazarında heyvandarlıq 2-ə D gedir. Düzdür. Danimarka süd və pendir kimi Bəli, məhsullar, müəllim. yağ çıxarırlar bunlar. Bəli, müəllim. D variantı idi də heyvandarlıq. Düzdür? Hə. Sonra Bəli. Ondan sonra zəngin mineral xamal ehtiyatlarına malikdir. 1-ə gedir o. hansı variantdaydı? Elə bir ki, B 1-ə B olur. B. B. 1-ə Sonra B, 2-ə D, 3-ə A. Qaldı bir dənə nə variantı? C qaldı. Əhalinin təbii artımı çox aşağıdır. Bu yəqin ki, Niderland, Danimarka olar. düzdür. Onda o da C variantı. 1-ə B-yi, 2-ə C-də, 3-ə A. Düzdür. Yaxşı. Burada Mən heç C-ni bir də Cara görə götürüm. hansın? C variantını bir də Cara görə götürüm. Əsasən Qərbi Avropada, ümumiyyətlə Avropada təbii artım digər qitələrlə müqayisədə çox aşağıdır. Avstraliya ərazisi çox daha Orada da hassasdır. təbii artım çox yüksək deyil, amma Avropa ölkələrlə müqayisədə təbii artım nisbətən yüksəkdir. Yəni əsas ən aşağı təbii artım Avropa ölkələrində müşahidə olunur. Bəli. Bunu belə oldu. Başqa sözünüz və sair varsa buyurun. Yoxsa sağollaşaq inşallah axşam dərsdə görüşərik. Bir Sağ də olun müəllim. Sağ olun. mövzunu atmamışam. Sizə göndərəcəm indi. Bu dəqiqə göndərirəm. Yazmışdınız. Göndərməyi unutmuşam, üzr istəyirəm. Göndərin. Oldu, sağ olun. Sağ olun. Olun mən. Sağ olun.